uşaqlar, bugün etiraflarınızı oxuyuruq. Bugün etiraflarınızı oxuyuramın ikinci bölümüne qarşınızdayım. İndi deyəcəksiniz siz niyə köynəyi dəyişdin? Normalde dəyişməzdin, prosta hava soyub o cür biraz. Hər nəsə görək bugün bizə necə biabırçı, necə həyatınızda başına gələn ya da gəlmiş olmayanda küləhlədiyiniz şeylər yazıbsınız. Başlayaq. Deyir metronun arasında qalmışdım. Metronun arasında qalmaq nə deməkdir? Metronun arasında qalmışdım. Qaqa, vaqonların arasında qalmışdın, yoxsa düşmüşdün o reysin üstündə, metro sənin üstündən keçmiş. Sən də yerindən görsən, oradakı nəzarətçilər boş-boş orada durmurlar. Deyirlər ki, qardaşım, arxaya dur. Özü belə deyirlər ki, hanım hər şeyim. Arxaya çəkilin, zəhmət olmasa arxaya çəkilin. Xəttdən arxaya durun, xəttdən arxaya durun. Xəttdən arxaya durun, vətəndaş. Kimya dərsində yanan yağa su töküb laboratoriyanı yandırmışdım. Siz necə mükəmməl bir məktəbdə oxuyursunuz ki, sizin kimya dərsiniz üçün adlı laboratoriya var. Plus da ki, niyə yanan yağ olsun? Ne kimya dersinde yağla ne deney eləyirmişsiniz? Yani kimyayla ne alakası var ya bunun? Ya laboratuvar yandıracaq kadar alov çıxmış mıydı orada? Yani bu da var. İncil var, külə yoxdur. Ancaq bəlkə də haqlılıq vardı. Nəsə. Bir dəfə müəllimə cart demişdim. Deməli uşaqlar gördüyünüz kimi 2-ni 5-ə vuranda 6 eləyir. Mənim orada sizə nə eləmişdiniz? Nə? Cart. Bir gün məktəbə gələndə çox yuxulu olduğum üçün saçımı çantasız getmişdim, utanc idi. Ayda bunu məndə yaşamışam. Müəllim bilsən nə demişdi? Normalda bunu deyir, yemək yeməyi yaddan çıxartmarsan, oyun oynamağı yaddan çıxartmarsan, anda sunqavı yaddan çıxardarsan, hə? Sonra özlərini zor hiss eləyirlər. Ayda, yes, özümdən 20 yaş balaca uşağa söz soxdum. Mən bir oğlan sevirdim. Oğlan mənlə sev ola başqası ilə sevgili idi. Sonra mən də başqası ilə sev oldum. Təbrik edirəm. Uğurumuzun davamına al. Balaca vaxtı olanda qonaq uşaqlarını otağa salıb döyürdüm. Yaxşı eləmişsən, bax xoşuma gəldi. Gəlin uşaqlar, gəlin otağa girin, sizə oyuncaq verəcəm, oynayasınız. Hə, gəl. Siz oyun oynayırıq. Yeni məktəbin kənd məktəbi idi. Sinifə ilk yerində poldakı deşiyə ayağım girmişdi, yıxılmışdım. Yəni səndən əvvəl ora necə girib yıxılmayıb da çox maraqlıdır. Yəni sən nə yerirmişsən, necə yerirmişsən, neçə kilo oymuşsan. Külək də ola bilər. Bilmirəm, külək də ola bilər. Ömrümdə birini sevdim, ondan da Encel yedim. Nə qədər də ikonik amma. Sonra Encel yerin bir şey başa düşmürəm qardaş. Bir adam sizi sevmirsə, ondan sevgi şeyi görmüşsə, ondan niyə hələ də davam edirsiniz? Sevmir, qurtardı. Da başını bırakın. Qutardı sevmirsə sevmir demək. Yəni bir insan sizə məcbur özünü sevdirə bilmərsiniz. Engel yedin. Bu realda görmədiyim biri də engel yemək nədir ki? Yəni realda danış, istəyirsə istirdir, istəmirsə istəmirdi. Vəsə bu qədər sadə. Test suallarını oğurlamışdım. Ayda, hə. Bir şey yadımdadır. Bir dəfə desən Rəqsan müəllimin dərsi idi. Rəqsan müəllim bu videoya baxar mı artıq bilmirəm. Əvvəl baxırdı videolarına, bəlkə də indi baxmırdı. Prosta olaya mən daxil değildim də, mən Ramal danışmışdı. Müəllim şkafa qoymuşdu, kilitləmişdi şeyim ağzını. Test sualları falan var idi. Cavabları var mıydı bilmirəm. O test suallarını götürmüşdülər. Elə belə cavablarını falan yazmışdılar. Həmin cavabları bütün sinifə desən yaymışdılar. Ancaq sonra müəllim öyrənmişdi. Prosta müəllim necə öyrənmişdi mən maraqlı. Böyük ehtimal mən deyirəm. Ramal böyük ehtimal dilini tuta bilməyib gedib müəllimə deyib. Bunu tam olaraqdan hekayəni bilmirəm. Çünki hekayəyə daxil deyildim. Mən də o sinifdəydim. Mən prosta hekayəyə daxil deyildim. O vaxt çox pasiyak biri idim. Yəni belə şeylərdən heç aram yox idi. Heç Ramalla yaxın belə deyildi. O cürə heç xəbərim də yoxdu belə şeylərdən. Saxta qız Instagram açıb dostuma yazırdım. Ehtiyacım olanda pul istirdim. 50'lik göndərirdi. Sənin dostun saxta qız Instagramda düşəcək qədər mallısa, bırax da sən 50'lik deyil də 100'lük göndərsin abi. Necə ola bilər? Yəni uşaqlar bu qədər yanıq olmayın. Mən sizin videoda da demişdim. Uşaqlar bu qədər yanıq olmayın. Amma təbrik edirəm. Sən heç nə demirəm. Sən kifayət qədər yaxşı bəlkə yəni dostun buna düşəcək qədər maldısa, yəni bırax da 50'liyi yitirsin yəni. Bir dəfə yanlışlıqla atamın yanında söyledim, az qalsın məni döysün. Yəni döyməklə düz eləyir birincisi. Az qalsın deyəndə, yəni ki, soymuyubsan da belə pis çıxmasın. Soymuyubsansa niyə döysün? Yol gələndə şalvarım ortadan bölünmüşdü və Bakıya gedirdim, amma jaketim var idi, arxama bağladım. Şalvarım ortadan bölünmüşdü. Sən yol gedəndə nə edirdin ki, sən şalvarın ortadan bölünürdü yəni. Yaxşı eləsən jaketindən bağlamaqla. Bu cür yalnız jaket gəzdir uşaqlar. Hamının içində 3 dəfə qızdan atval yemişdim. 1 deyil, 2 deyil. 3 imiş. 3 dəfə atval yeməyi necə başarırsan? Bir dəfə yedin. Okey, ağıllanmayıb. Sən deyirsən ki, hə, gələcək səfər daha çox sevər falan filan. Bəlkə də gözünə girmişəmdir deyə fikirləşirsən. 2-ci dəfə də atval yedin. Abi, 3-cü dəfə gəlib soruşmarsan da. Hətta 2-cini soruşmağa belə axmaqlıq deyə. Çox səviyyəvi düşürürsən də, başa düşürsən. Əgər bir qız sizi sevirsə ya da sizə bir marağı varsa, onsuz da sizə onu bəlli eləyəcək də, yəni. Əgər sizə qarşı bir marağının olduğunu hiss etmirsinizsə, gəlib təklif eləməyin heç bir mənası yoxdur. Yəni durduq yerdə ondan sevgi yaranmayacaq sizə qarşı. Yəni belə şeylər eləməyin yəni. Belə eləyəndən sonra da həmin qızların yəni egosunu artırırsınız boş yerinə. İquana kərtənkələsində oxşayan qızlar var ki, egoları tavandır yəni. Belə şeylər üzündəndir maalesef. Dayımın həyat yoldaşı haqqında çox şey bilirəm amma tam olarak nə bilirsən, bunu deyə bilərsən mənə. Mən Instagramda tap və yaz yorum nə dersən. Nə ola bilər ki, dayının həyat yoldaşı maksimum. Yəni ağlıma pis şeylər gəlir. İnşallah elə şeylər deyildir yəni. Sinifdə qulağızığım telefona qoşuldu zənn etmişdim. Mahnı qoşanda havası. Azına baxın necə də ciddidir, hə? 100% raka falan qulaq asır. Onlar arkadan avlarlar. Səni qaçıracağam, şaka etiraf yoxdur. Hə, qaçırarsan gözlə. Ha gözləyim bir dənə qapı döyülür. Salam boş ya. Məktəbə qaloşla getmişdim, hamı gülürdü. Mən də məktəbə bir dəfə şəpitlə getmişdim. İnşallah mən oxuyarsan, qardaşım dərsə gələndə ətsiyalarını işlədirəm. Oy da olsan da çılğın bir insansan, ətsiyalarını işlədirsən həqiqətən. Belə şeylər eləmə. Qardaşım soruşsa çox əsəbləşir axı. Ətsiyaları niyə işlədirsən onu icazəsiz yerə? Sevdiyim qız oğlan. Sənə çoxdan da demək istədiyim bir şey var. Mən səni sevirəm.
Nə deyirsən bura? Bir dəfə nənəmin dişin babamın dişi ilə dəyişik salmışdım. What the f... Ayda fişək. Nənən baba dişini taxır, baban nənə dişini taxır. Bir-birinin ağızlarında bir-birinə yaxşı. Video bəlkə də yemək yeyəndə başqa sözlə iyrəndirməyim çox tez. Məktəbdə müəllimənin sözünə əməl edən deyildim. Pəncərəni bağlayanda burnumu partlatdım. Pəncərə harda, burnun harda? Pəncərəni bağlayırsan, okey bax. Pəncərəni bağladın. Bağladın, yaxşı bax, burdan olsun. Burnunu necə partlara bilərsən? Heç durasan belə, pəncərə burdan belə gələ, başa düşürsən? Burdan belə. Mən küləkmiş kimi gəlir, başa düşürsən? Yəni o cürə nə bilim. Ancaq o ola bilər, niyə də olmaz? Buna görə də müəllimlərin sözlərinə qulaq asın uşaqlar. Nənəm yatanda protezi olan stakana acı stiyot tökdüm. Ağzı yandı, sonra dedi, qardaşım eləyir. Ay nə xain adamsan, nə xain nəvəsən sən. O nənə hər dəfə pensiya alanda sənə pul verir hə. Sən gedirsən stiyot tökürsən o diş şeyinə. İndi dişini taxanda yanacaq o. Balaca vaxtı torpaq yerdim, qarışqaların yuvalarına benzin tökürdüm. Siz normal deyilsiniz valla. Siz nə yaşayırsınız? Siz qarışqaların yuvalarına niyə benzin tökürdün? Ha sən benzin özü su da yox ha, benzin tökürdüm. Bundan zövq alırmısan? Nə tər bir adamsan ha sən? Görürsən seri katillər belə doğru ha. Sevdiyim uşaq ən yaxın dostumu sevdiyi üçün gedib üzünə şillə atmışdım. Təbrik edirəm. Şillə atmaq yerinə direkt olaraq əlaqəni kəsməliydin, amma bu daha bir uşaqca bir variant idi. Başa düşsən, yəni belə bir şey eləməməliydin normalda. Yəni eləməli olduğun şey sadəcə uzaq durmaq idi. Uzun olduğu üçün buraya yazıram. Evdəkinin xəbəri olmadan marketdən qaçıb marketə getmişdim. Bir dəqiqə. Məktəbdən qaçıb marketə. Məktəbdən qaçıb marketə getmişdim. Normalda üzünü belə görmədiyim qohumlarım məni marketdə görüb xəbərləmişdilər. Nə qohumlara nə dəxli var? Nə gedir xəbərləyirlər, orada burada görürlər. Məqsədləri nədir? Bu qohumlar məqsədləri nədir? Mən çatmırlar Allah. Bir dəfə sinifimizdə təzə gələn oğlandan xoşum gəlmişdi və bir gün dərsə gecikdi. Oturmağa yer sadəcə mənim yanım var idi. Yanıma gələnlər qıraqdakı stola keçdim. Stol qırıq imiş. Partanın altına yıxılmış. Ayda. Da kaş öz yerində dursaydın da o gəlib orada otursaydı daha maraqlı bir şey olardı. 5 dəqiqə sonra yaşayıb yaşamayacağımız bəlli deyil. Ona görə də küslü olduqlarınız insanlara zəng vurub bir də söyləyin. Gözləyin uşaqlar. Alo. Nə varsan? İşləsən. Mən indi videodayım. Adam yazıb ki, deyir ki 5 dəqiqə sonra yaşayıb yaşamayacağımız bəlli deyil. Ona görə dostlarınızı zəng edin, bir də söyləyin. Mən sənin üzvə nəhlət ha? Söyleyeceğim video böyle bana. Yox. Təhqir olub söyləyəcək olması qoyaram video. Dostlar, destek.piyasada Instagram'ı takip atın. Sağ ol. Yusuf'a ne diyor aslan? Yusuf ez yığından əsgərdə düşər. Benim adam devlete gidiyorsun. Heç kəs yığmayacaq, mən sən yığmışam. Sağ ol. Çöplerim doldu. Ola görsən basma. Bir dəfə dostuma hədiyyə almışdım, amma hədiyyə çox xoşuma gəldi. Vermədim, dostuma qaldı. Vermədim, dostuma qaldı. Hə, sən də qalıb yəni. Heç olmasa gəlib dostuna başqa bir hədiyyə alardın da. Xoşuma gəlib gəl özünə eynisindən bir dənəsini al. Niyə özündə saxlayırsan hədiyyəni? Özə sən nə tər dostsan ki, dostuma hədiyyəsini özünə saxlayırsan. Utansan nəsiz? Bir dəfə sevgilimə mesaj yazanda səhvən atama göndər. Ay, sevgilin nə? Üstə ad yazılır da qardaşım. Yəni sevgilimin adından atamın adını necə səhv sala bilərsən? Amma bu qədər də olmaz da. Sən necə mümkün ola bilər? Abi gələ nə yazıb görüm hələ? Səni sevirəm aşkım, mənim üçün miyaldıyarsan. Bu pətənək nədir? Instagramda özümə saxta hesab açıb öz şəklimi tərif. Mənim yalnızlıq səviyyəsi, mənim pasiyaklıq səviyyəsi. Niyə ehtiyacın var belə bir şeyə? Yəni kifayət qədər yaxşısansa, səni yaxşı görəcəklər, ya da tərəfləyəcəklər, ya da tərəfləməyəcəklərsə paxıllığını çəkəcəklər. Yəni belə şeylərə ehtiyac yoxdur sizdə. Kasmayın özünüzü bu qədər. Telefonum yox idi, dərsə görə almırdılar. Bir dənə qozqıran Nokia işlədirdim. Hazırlıqda sevdiyim bir qız var idi. Sonra hazırlıqdan çıxanda həmin qızdan baxışırdıq. Mənə yaxınlaşmaq istəyəndə qozqırana səs o qədər bərk və birdən gəldi ki, qız qorxdu, bir də məndən danışmadı. Hey Leyla, necəsən Leyla? Gözlə məni. Yo, sön. Az qızlar Nokia işlədir, bu pasiyaktır ki bu. Nəysə uşaqlar, bu video bu qədər idi. Sənin mesajımı niyə almamışam deyirsənsə, ya çox uzun yazmışdınız. DM-dəşlər bayağı uzun idi. Mən o videoda oxusam video qurtarır, elə 10 dəqiqə, 20 dəqiqə videolar. Bu dəqiqə məsələn 34 dəqiqə video çəkmişəm. Bundan 10 dəqiqə çıxmayacaq. İnanırsınız siz buna? Video axıcı olsun deyə mən videoda çox kəsirəm. Kəsmək məcburiyyətindəyəm. Yoxsa videonu hamı axıra qədər izləməz yəni. Bu qədər maraqlı olmaz. Əgər maraqlıdsa yəni. Heç onu da bilmirəm maraqlı olacaqmı, olmayacaqmı. Hər nəysə, mən həmişə bu etiraf seriyasını Instagramdan alacağam. Burada gördüyünüz Instagram səhifəmə gəlin. Həftədə bir dəfə bu etiraf seriyasını atmaq fikirləşirəm. 2 həftədən bir də ola bilər. Hər dəqiq bilmirəm. Heç nə bu qədər. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Gələcək videoda görüşmək üzrə. Sağ olun.